Yaşaya bilmədim qoynumda sənin, oxşaya bilmədim şux gözəlləri. İtirmişəm əsgərin vətənim, İtirmişəm əsgərin vətənim. Aman Göyçəməndə sənsiz qalmışam, anam Göyçəmən vətənsiz qalmışam. Mənim musiqi nəfəsim soy kökümün danışan səsidir. Rəfiqə xanım, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Mən Quliyeva Rəfiqə Tanrıverdi qızı, Göyçə mahalı Çəmbərək rayonu Çil kəndində anadan olmuşam. Atam Əliskəndərov Tanrıverdi, anam Əliskəndərova Məryəm Abbasəli qızı və mən aşıq sənəti ilə illərdir ki, Göyçəmizin adını layiqincə təmsil eləyənlərdənəm. Bildiyim qədərilə o dövrlər sizin az yaşlı vaxtlarınıza düşüb. O dövrü xatırlayırsınızmı? Və yaxud da ki, o dövrləri, dədə-baba yurdunuzu, valideynləriniz necə xatırlayır? Baxmayaraq ki, uşaq olmuşam, 5 yaşım var idi mən oradan gələndə. Amma inanın ki, gördüyüm mənzərələr, gördüyüm yerlər, evimiz, Göyçə gölümüz dünənki kimi yaddaşımda qalıbdır, yaddaşımda həkk olunubdur, həqiqətən də uşaqlıq yaddaşı. Yəni, sizlə danışa-danışa o lent kimi gözümün önündən keçir, o gördüyüm yerlər, doğulduğum ev. Rəfiqə xanım, inşallah ki, biz öz dədə-baba yurtlarımıza gedəcəyik. Siz öz yurdunuza gedəndə xəyalınızda canlandırdığınız, ümumiyyətlə ilk edəcəyiniz şey nə olacaq? Fəxriyə xanım, inanın ki, bu sualı verdiniz, indi belə həyəcanlandım. Həqiqətən də siz o sualı verərkən mən onu xəyalımda təsəvvür elədim ki, mən ora qayıtsam, ilk görəcəyim, ilk edəcəyim iş nə ola bilər? Təbii ki, o yol boyu, o xatirələr gözlərimizin önündə canlanacaq. Amma ondan da öncə təbii ki, doğulduğum evi ziyarət eləmək, yəni bağımızı, bağçamızı, o ilk addımlarımızı atdığımız yerləri ziyarət eləmək kəndimizi. Çərşənbə günündə çeşmə başında gözüm bir ala göz xanıma düşdü, xanıma düşdü. Ahdı müjgan oxu keçdi sinəmdən, cadı qəmzələri canıma düşdü.